Salam. Bu klassiyada ağlarla uda bilərsiniz. Əgər ki, uda bilmirəmsə deyilsə, videonu dayandırıb buradakı kombinasiyayı tapın. Sizcə ağların burada udması üçün hansı gediş etməlidir? Əgər video dayandırdınızsa və vəziyyətə nəzər yetirib düzgün gediş tapdınızsa, yorumlara yaza bilərsiniz. İndi isə analiz hissəsinə gələk. Bu vəziyyətə baxdıqda ağlar burada heçədən başqa uduşu gözləyə bilməz kimi görsənir. Amma əslində burada ağlar oyunu udur. Udmasında ilk səbəb isə qarların zəifliyidir. Qarların nə zəifliyi vardır? Qarların zəifliyi odur ki, daşlar arasında əlaqənin pozulması, yəni daşlar arasında boşluq yaranmasıdır. Və eyni zamanda H+, G5, H4-dəki daşlar passiv qalmasıdır. Və bunların nəticəsində ağlar F2 G3 gedişin gəlir. H4 vurdu D4 gedişindən sonra qarlar G5 Y3 vurmaq istəyir. Və biz də bu xəttin zəifliyindən istifadə edərək Y1 F2 gediş gəlir. Bu gediş çox önəmli gedişdir. Bu gediş sayəsində C5 Y3 B2 C3 D4 vurdu B2 F2 vurdu A1-ə damğaya çıxırıq və artıq oyunu uduruq. Əgər video dayandırıb bu gedişləri tapdınızsa, siz oyunu yaxşı oynayırsınız.